Şuşada akşamlar yanar ulduzlar, onlardan güzeldir gelirler gözler. Yunus'da yanıp yarını gözler, Yunus'da yanıp yarını gözler. Ay kız bu ne kaş göz, bu ne tel, ölerim derdinden. Onu bil, danışmasan day balam var gör. Ay kız bu ne kaş göz, bu ne tel, ölerim derdinden. Onu bil, danışmasan day balam var gör. Ay kız bu ne kaş göz, bu ne tel, ölerim derdinden. Onu bil, danışmasan day balam var gör. Ay kız bu ne kaş göz, bu ne tel, ölerim derdinden. Onu bil, danışmasan day balam var gör. Çox gözəl çıxış elədiniz uşaqlar. Hər birinizə bir daha təşəkkür edirik ki, gəlib səhnəmizi rəngləndirdiniz. Mən istəyirəm ki, Səmaya yenidən söz verək. Səma, sən artıq bizim verilişimizin daimi qonağına çevrilmisən. Bu ifa üçün sənə çox dərin təşəkkürlərimizi bildiririk. Sən çox sevindirici haldır ki, sən bizim xalq mahnılarımıza, xalq bəstəkar mahnılarımıza müraciət edirsən öz repertuarında. Məsələn, bu haqda sənin fikirlərini də öyrənək ki, xalq mahnılarını seçməkdə səni əsas həvəsləndirən, ilhamlandıran hansı məqamlar olur? Mən həm estrada, həm də xalq mahnılarını çox sevirəm. Xalq mahnılarını da seçməyimin səbəbi də odur ki, Azərbaycanı rəngləndirim, rəng qatım. Yaxşı, bizə qaranlıq qalan çox maraqlı bir sual oldu ki, sən öz musiqilərini özün seçirsən, yoxsa valideynlərin kömək eləyir? Özüm də seçəcəm, valideynlərim də kömək eləyir. Yaxşı, bəs bu musiqini kim seçdi sənin üçün? Özüm. Ay maşallah, necə gözəl zövqün var sənin də. Bəs xoşuna gəldi sənin üçün biz studiyamızda söz nəsilməsində sənə klip çəkdik uşaqlarla bir yerdə. Bəli, çox xoşuma gəldi. Arkada rəqs eləyən uşaqlar rəqs qrupunun nümayəndələridirlər. Onlar öz rəqsləri ilə bizim studiyamızı canlandırmışdılar. Onlara da təşəkkür edirik ki,